Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizlərlə bir yerdə götə sertifikat B2-nin TAL 2 hissəsində lezini işləyəcəyik sizinlə bir yerdə. Keçən səfər TAL 1 işləmişdik. Yəni solda görürsüz. Yəni yorumlarınızdan sonra ümid edirəm ki, nəticənizdə artım var və inşallah daha da yaxşı olacaq. İndi isə bu gün başlayaq TAL 2-dən. İlk öncə mətnə başlamazdan öncə mən birinci həmişə təbii ki də variantdan başlayıram. Yəni birinci olaraq yəni qızıl qayda nədir? Biz aşağıdan başlayacağıq. Yəni hansı ki variantların olacağı bir yerdən istəyir dinləmə olsun, istəyir lezin olsun, hamısı buradan başlamalıdır. Yəni buradan açar sözlər çıxartmalıyıq. Başlayaq birinci olaraq. Yəni bunu işləmək üçün bilirik də normalda, yəni bizə sunulan vaxt, yəni belə onlar üçün ideal olaraq 12 dəqiqəyə biz bunu işləməliyik, amma bəzilərimiz bunu çox işləyir. Bu da yaxşı bir şey deyil. Yəni yaxşı olardı ki, məsəl üçün biz bunu verilən vaxtda işləməyə çalışaq, evdə də vaxt qoyaraq. Okay, başlayaq birinci aşağıdan. Den imamaya mention können Sie leisten. Yəni bunu mən oxuyuram, sizin oxumağınıza ehtiyac yoxdur. Normalda bu başlık olaraq, yəni örnek olaraq verilir bizə. Yəni daha yaxşı olması üçün sizə bir dənə də punkt olaraq. Deməli, oxuyuram birinci nə demək istəyir bu cümlə mənə. Den imamaya mention, yəni insanlar Verreisen sözü nədir? Bəzən ola bilər, bilməyə bilərəm də. Mən ən azından bilirəm ki, Reisen nədir? Yəni bir Reisen səyahət etmək mənasında, bu da o mənada gəlib çıxır ki, mən səyahət etmək mənasında gəlib çıxır. Burada den nədir ümumiyyətlə? Den yəni bildiyimiz kimi biraz səbəb izah mənası var. Yəni den deyəndə bir səbəb var və biz bu sözə görə, yəni bu variant bizə səbəbini açıqlayacaq yuxarıdakı mətnin. Yəni mən buradan açar sözünə olaraq götürəcəm. Verreisen sözünü bir də den sözünü açar olaraq, yəni bir şeyin səbəbini açıqlayacaq. Mən orada yəni niyə axı bu insanlar səyahət edir tərzində mən düşünə bilərəm yəni. Deməli, okey. Bu cibdə. Sonra aya baxıram, addan ucu başlayıram, yəni mətn olaraq. Amma buradan siz vaxt da qoya bilərsiniz özünüz üçün, daha yaxşı olması üçün. Deyir ki, burada orada var idi, məsəl üçün nə var idi? Barlar, klublar var idi, yəni yaxşı kültür təşrifləri var idi. Burada yəni bar, klub harda ola bilər? Yəni şəhər yerində ola bilər. Yəni tez ağlıma ideya gəlməlidir. Böyük söz ola bilər, məsələn, şəhər söz ola bilər, bir gənclər ola bilər, yəni gənc insanlar da belə attraktiv olaraq əylənmək istəyirlər. Bunu da okey qoydum. Sonra B variantına baxıram. Dennoch fahren immer Menschen Touristen. Turistlər həmişə məsəl üçün dennoch nədir? Buna rəğmən səyahət edirlər. Yəni bunu bildiyimiz üçün, yəni burada da biraz hardasa bir şeyin biraz ziddiyyət mənası tərz var. Yəni belə bir mətndən beynimizə oturmalıdır ümumiyyətlə. Burada açar sözlərə baxaraq, yəni dennoch götürmək olar. Turistlər də Landa səyahət edilmiş. Okay. Bəzən deyə bilərsiniz ki, yəni bütün hamısını açar söz olaraq götürürsüz. Bəzən olur, bəzən olmur. Yəni o biraz yəni %80 işin açar sözünə qaçır, %20 bəzən olmaya bilər. Yəni direkt çıxmaya bilər. Məsələn, görürsüz burada direkt yəni yuxarıda daha yaxşı bir şəkildə çıxır. Yəni burada direkt açar sözü görünür. Okay. Davam edək C variantına. Noch Ende deyir 18-ci illərin 18-ci illərdə ortalama olaraq yəni deyim, axırlarında insanlar nə ola bilər məsəl üçün nəsə bir proses var olub da, yəni ümumiyyətlə yenə deyirəm, sırf hamısını tərcümə eləməyəsiz, sözlərə fokuslanın. Yəni Münxendən Frankfurta fonlaq bir yerdən bir yerə getməkdir. Məsəl üçün 74 saat unterwegs, yəni unterwegs də yəni nə nəzərdə tutursunuz? Yəni bu 18-ci ildədir və 74 saat. Burada bir proses haqqında danışır və mən bunu belə götürüb yazacağam. Deməli burada bir səyahət olubdu. Burada bir nə bilim bir keçmişdə baş verən bir səyahət olub. Çünki keçmiş 18-ci ildə mən beynimə tutmalıdır. Sizə bir səyahətlə bağlı, bir proseslə bağlı mən burada bir tarixi bir fakt veribdi. Okay, deyə baxıram. Alle Leistungen biraz daha belə nə deməkdir məsəl üçün bir bütün qiymətlər çox olsun. Yəni mən beynimdə təsəvvür edə bilərəm. Məsəl üçün hər bir şey çox münasib qiymətə idi. Yəni burada ola bilər, mətndə bizə nə deyə bilər? Bir price sözü gələ bilər orada. Yəni normal olaraq ona görə mən bu sözü götürəcəm və plusdakı yəni bir paketdir də. Yəni bir paket, bunların hamısı biraz ucuz idi qiymət. Yəni biraz daha belə münasib qiymət deyim sizə. Sonra E-yə baxıram. Hotellər, məsəl üçün binalar, tətil yerləri PXG-nin yəni şəkillənir, yəni ona uyğun olaraq belə tutur deyim də şəkillənir, yəni belə bir şəkil alır, ona uyğun olaraq formalaşırmı tərzi deyim, ona uyğun olaraq belə görünüşləri ayaq uydurur tərzində demək olar. Burada da nə ola bilər? Yəni
Yəni bunlar niyə binalar olsun? Sual verirəm. Yəni belə buradakı binalar, deməli orada bir şəkillənmə var, bir orada bir dəyişiklik var, orada bir nə bilim bir infrastrukturla bağlı belə bir proseslər ola bilər. İnfrastruktur yönümlü bir açar sözü yaza bilərəm bura. O keçən səfər yazdığım kimi. Sonra deyək ki, F variantında yalnız 3 gün var idi bunların tətil olaraq. Burada ola bilər ya tətildə biraz yəni istirahət barəsində, yəni elə direkt Azərbaycanda yazıram istirahət sözünü. İstirahət barəsində bunu da demək olar drei Tage yəni götürə bilərsən. Yəni deyirəm, bəzən açar sözü həmişə çıxmaya bilər. Bu açar sözü adətən testdə qəşəng çıxır. Ümumiyyətlə B2-də çox mətn az olduğu üçün mətn dediyimdə yəni bu açar sözlük çox azdır. Yəni digər testlərdə bəzən bu qədər olanda variant məsələn 2 sətirli deyək də. Onda daha çox mən açar söz qəşəng çıxarda bilirəm, amma burada biraz az olanda bəzən getmir yəni. Sonra H variantına baxıram. Pardon, C-ni oxumadım. C-də deyir ki, yəni C-də burada bir dəyişiklik olubdur və bu işte insanlar sevməyib. Yəni bu dəyişikliklər xoş gəlməyib. Yəni biraz burada altına açar sözü nədir? Bu falan bir dəyişiklik olub burada və bunda heç kim bəyənməyibdir. Oxuyuram H variantını. H variantında deyir ki, trotzdem, yəni bunların daha az saytı var idi, yəni daha az zamanlar var idi. Burada bir ziddiyyət var. Yəni burada bir bilirik də, yəni orada mətndə axtaranda, yəni buna uyğun olaraq beynində oturmalı ki, burada biraz ziddiyyət var, yəni az vaxtı var da bu adamın, yəni görürsən nəsə bir şey ola bilər də, demək az vaxtı varsa bir istirahətdə bir nəsə bir problemləri olubdu. Yəni bunu beynimdə otuzduram, keçirəm indi yuxarıya. Gəlirəm, bunu da qoyum bura. Gözüm uzunda olsun. Okey, başlayıram yenə sıfırdan başlayıram. Mən çox oxumayacağam yenə. Əsas yenə deyirəm, ideyaya baxmağa çalışın. Yəni birə-bir tərcümə heç bir zaman getmir. Çünki bəzən bilməyə bilirik. Yəni misal bunu bilməyə bilərik bu sözü. O normal bir şeydir yəni və yaxud da bu sözü bilməyə bilərik, normal bir şeydir. Ona görə belə deyimsə, özümüz məna çıxartmağa çalışaq. Yəni yaxın sözlər, misal bu sözü bilmirəmsə, mən bu sözə və yaxud da bu sözə baxıb yaxın məna çıxartmağa çalışacağam. Başlayıram və aynı, misal üçün insanlar səyahət edir, okey, oxuyuram, von Deutschland nach fondan, yəni A-dan A məntəqəsindən B məntəqəsinə deyim, Almaniyadan İtaliyaya, nə bilim başqa bir ölkədən başqa bir ölkəyə səyahət edirlər. Sonra bu cümlənin mənası nədir? Noch nie waren so viele Touristen unterwegs. Yəni deyir ki, ancaq yəni heç vaxt bu qədər çox səyahət etməmişlərdi. Yəni turistlər burada bir partlama olubdu. Belə bir özüm üçün çıxarda bilərəm. Deməli burada bir turistlər səyahət edir əsasən. Bu mənim açar sözümdür bir təbii ki də. Sonra burada mən bunları çıxartmıram məsələn fon işte Yaponiyadan, Avstraliya buna ehtiyac yoxdur yəni sadəcə olaraq. Davam edirəm. Sonra kaum ein Wirtschaftszweig. Okay, bu böyüyür. Belə böyüyür deyək yəni. Sonra bu söz məsəl üçün qəşəng sözdür. Və bu sözləri götürün burada danışıqda istifadə etməyə çalışın. Yəni bir şey belə sürekli olaraq, yəni belə yəni də bir sürekli qəşəng söz arada qoyun. Yəni continually sözünü çox işlədə bilərsiniz, yəni. Okay, deməli mən nə anladım bu mətndən? Yəni bu mətndə mənə deyir ki, bir şey böyüyür. Yəni turistik olaraq, yəni belə bir böyümələr var. Yəni ümumiyyətlə turistlər hər səyahətlər deyim, o su deyim, bu su deyim böyüyür. Yəni A məntəqəsindən B məntəqəsinə artır. Gəlirəm mətnlərə, cavablara baxmam. Ümumiyyətlə bilirəm ki, yəni zaten sıfırıncı cavabda niyəsinə baxmaq istəyirəm. Niyə deyir? Çünki insanlar yəni iməməyə daha çox yəni artıq səyahət edirlər də. Yəni burada yuxarıdakı bir şeyin açıqlaması var, bir şeyin səbəbini izah edir ki, niyə insanlar daha çox səyahət edir. Yəni bunun səbəbini açır yəni bizə. Yəni burası yəni denlə biz səbəbin izahını edir yəni. Okey, davam edirəm, gəlirəm mətnə. Yəni bunun pastı keçə bilərsiniz. Yəni oxumağa ehtiyac yoxdur ümumiyyətlə imtahanlarda olsun. Evdə oturub oxumaq istəyirsə izahına baxmaq üçün olar. Sonra schon in der Antike, antik də artıq yəni keçmiş zamana gəldim çıxdım. Anandere Orte zu Fuß, yəni zu Fuß ayaqla deməkdir. O da mit dem Pferd. Yəni bunu bilməyə bilərəm də, normal bir şeydir. Yəni təbii ki də mükəmməl deyil iletişim. Ümumiyyətlə bilmirəm. Mən bu sözü hələ çıxartmamışam deyə pas keçirəm. Yəni beynimdə bir şey canlandırmağa çalışıram. Zu-Fußu bilirəm ki ayaq nə deməkdir. Okey, bu gedirdi çox uzun və biraz mühsam idi. Okey. Bu
bu sözü bəzən bəlkə bilərik, bəlkə bilmərik. Okay, nəsə pas keçirəm. Belə bir mən anladığım qədərilə bura qədər. Deməli, o zamanlar bir qədim dövrlərdə ayaqla nəsə bir səyahət oldu və bu biraz mühzam idi və biraz uzun davam edirdi. Okay, nəsə bir sonra bir səyahət idi. Kutuşedə bir səyahət edirdi, yəni nə bilim belə bir. Nəsə beynimə hələ canlanmır da. Özəlliklə sürətli idi. Bu Kutuşe sürətli deyil ki, özəlliklə bu sürətli idi. Die Kutsche allerdings auch nicht. Dan nə deyir? Erst als die bu sonra bir Eisenbahn nə deməkdir? Mən beynimdə Eisenbahn canlanır. Eisenbahn nə ola bilər görəsən? Düşünürəm, ban bilirəm də, okey, ağlıma gəlir ki, ban nədir? Ümumiyyətlə bir nəqliyyat növüdə belə, yəni hələ buradan ümumiyyətlə anladığım odur ki, burada bir nəqliyyat növündən bəhs edir. Yəni bir nəqliyyat, bunu anlayıram. Yəni mən bilməsəm də məsəl üçün nə bəzi şeylər. Das bla bla oxudum və açar sözlərim əsas nə idi? Açar sözlərim. Burada açar sözlərim keçmişdə bir müqayisə edib bunu götürəcəm və bu bir dəyişib, yəni artıq bu şey barəsində dəyişib. Yəni burada bir keçmiş, burada bir yəni izah edir ki, keçmişdə səyahət nə qədər çətin olub, yəni mən burada bir çətin olduğunu mənə məsələn deyir, mühsamdır, nə bilim, uzun davam edir, bu o zamanlarda çox davam edir. Bu sözləri bilməsəm də olar, yəni bu sözləri bilməsəm də olar, yəni o heç mən deyir, gedə biləm, yəni. Sadəcə ağlıma otururam ki, bu demək bir səyahət oldu, bu çox şeylikdir və burada Eisenbahn falan nəsə belə bir məsələ var ortada. Gəlirəm aşağıya baxıram. Burada deyir ki, barlar, klublar nə əlaqə? Bunu təbii ki də X qoyub pas keçirəm tez. Sonra turist elə bir şey yox idi mənə. Baxıram sonra noh, okey, bu varianta baxıram. Deyir, Münxendən Frankfurta 74 saat davam edirdi, yəni C variantında deyir. Yəni burada deyir ki, yəni keçmişdə görsüz səyahət 18-ci əsrdə falan deyək. Yəni bir yerdən adam B-yə getmək, yəni 74 saat belə bir məsəl üçün davam edirdi. Yəni bu biraz çoxdur da, yəni həqiqətən, yəni çoxdur. Okey, mən deyirəm ki, hələ cavab çıxmadı. Normalda cavab məsəl üçün burada C məntiqli gəlir də. Yəni C həqiqətən məntiqli gəlməlidir ki, bu səyahət çox davam edib. Yəni mətndə dediyi kimi də, yəni deyir, mətnin normal tərcüməsinə baxsaq, deyək ki, sözlərin hamısını daha yaxşı bilirəm. Bu mit dem Pferd, yəni atla deməkdir. Yəni at növü ilə. Məsəl üçün deyək ki, belə arabalarda, yəni bunlarda çox sürətli deyildi. Yəni Kutuşedə də, yəni mənası budur. Məsəl üçün bu isə o qədər sürətli deyildi. Yəni bu biraz mühsəm davam edirdi. Yəni ona görə bu variantı mən hələ də işarətləyə bilərəm okey barəsində. Davam edirəm axıra qədər sizdə tam oturması üçün. Sonra deyir ki, bu şeylər bir gezam xais, belə bir şey haqqında heç yox idi. Otel nə əlaqə? Tətil falan nə əlaqə? Dəyişiklik, yəni dəyişiklik insanlar belə bir şey yox idi. Fıxayçəkdə yox idi. Ya zaten mən bundan, bu sözdən də, yəni o variantın olduğunu tutmalıyam, yəni. Artıq antik şeydir. Bir də ümumiyyətlə yanınıza saxlayın. Adətən mətnlərdə mən öz təcrübələrimdən deyim. Yəni illər belə aşağı yuxarıdan, yəni misal 18-ci əsrdir, sonra gələcək 18.5-ci əsr, sonra gələcək 19-cu əsr, sonra nə bilim 20 gələcək. Yəni adətən görməmişəm ki, indiyə qədər ən qədər mətnlərdə belə, nə bilim 21-ci əsrdən sonra burada gəlsin 19-cu əsr. Gəlir, çox az hallarda gələr. Yəni ona görə diqqətli olun aşağıda variantlara baxanda. Bu da böyük bir tipslərdən, yəni ümumiyyətlə birinci tarix şeydən, əvvəlki tarixdən günümüzə qədər gəlir. Yəni bunun əksi çox nadir hallarda rastlaşarsınız. Onda variantı gətirək yazaq bura, sonra qalmasın. Onda dedim C variantı. Gətirim C variantını qoydum. Əslində bura baxmalıydım. Sonda baxsam daha yaxşıdır. Sorry. Deməli 11-ə baxaq. Oxuyuram. Die Reisen, okey. Ümumiyyətlə bu sözü də məsəl üçün diskursiyalarda belə bir şeylərdə ifadələri götürün, istifadə edin, yəni və ya danışıqda. Verdanken wir vor allem dem Bildeten Thomas Cook. Səyahət deyir, məsəl üçün bizim tanıdığımız səyahəti. Verdanken nədir? Ümumiyyətlə böyle ehtimal bilməyəcək. Sizdən normal bir şeydir, yəni. Danken nədir? Məsəl üçün bir təşəkkür. Dank deyirəm də, bilirəm, bəsit örnək gəlirəm beynimə. Danken, təşəkkür edirik, yəni də, məsələn, təşəkkür edirik, vor allem bu adama təşəkkür edirik, yəni. Biraz ümumiyyətlə yenə deyirəm, tam tərcümə eləmirəm. Çünki özümü sizin yerinizdə qoyanda daha yaxşı, məsəl üçün belə effektiv olur, sizin anlamağınız üçün. Mən bunu normalda yoxsa tərcümə edirəm.
Hə, bunu gəlib ChatGPT-dən soruşa bilərsiniz, tərcümə edən mükəmməl şəkildə, amma səhər bunu işləyəndə o sizin yanınızda olmayacaq axı imtahanda ona uyğun olaraq. Sonra nəsə səyahətdə nəsə bir, nə bilim, biz bu adama borcluyuq. Davam edirəm. O orqanizasiya edibdi nəsə bir Zugfahrt mit Blasmusik und okey. Oxuyuram. Ondan sonra deməli nə anlayıram mən buradan? Deyək, bu adam Thomas 1841-də bir səyahət elə bil orqanizasiyası səyahət təşkil edibdi. Sonra və burada deyir məsəl üçün musiqilər, çaylar, nə bilim, Brot und so weiter. Sonra damit erfand der bu adamın adıdır. Bu söz demək deyil, deyəsən familiya demək, familiyasıdır. Die erste Pauschalreise der Welt, ein großer Erfolg. Bu deməli pauşal reise, ümumiyyətlə pauşal bizə bir şey var, paket qiymət. Böyük ehtimal bilməyəcəyik bunu. Mən məsəl üçün hə deyirəm ki, tələbə olsam mən təzə hazırlaşam, bunu bilməyəcəm də, normal bir şeydir. Yəni bu da nəsə bir adlanırdı, yəni bu belə bir şey deyil. Yəni bu biraz bu nə izah edir bizə? Bu izah edir ki, o 1841-də nəsə tapıbdı, nəsə bir orqanizasiya edibdi. Və burada işte belə bir paketlər var idi. Bizə sadalıyır yəni. Okey, bunu mən götürdüm. Biz ona nəsə bunu borcluyuq. Yəni belə bir ki, bu barədə. Və hamısı bir yerdə idi. Normaldır ki, bu adlanır pauşal reise. Bilmirəm. Okey, bu bir böyük bir bizim üçün efok. Okay, ekranı belə eləyim. Cavablara burada baxsaq daha yaxşı olar deyə düşünürəm. Sol tərəfdə baxaq. Sağ tərəfdə mətni daha yaxşı incələməyin üçün belə deyirəm. Zaten 0 gedibdir. C-də nə qalır? Əslində normalda yəni baxdığımız cavaba təkrar baxsaq daha yaxşı olar bizim üçün. Burada əlavə şey olaraq deyim. Deməli davam edirəm. Aya baxırıq. Bar klub, yəni bu kültür təklifi, yəni gəncləri falan mən əsas qeyd etmişəm. Yəni bu biz ona borcluyuqsa, hamı borcluysa belə bir şey qətiyyən olmaz. Deməli, sonra turistlər haqqında danışırdı mı? Turistlər haqqında yəni bir şey demədi orada. Məndə belə bir şeylər ifadələrdə yox idi. 18-də Münxen, Frankfurt 74 saat yolda falan belə bir şey. Yəni bunun haqqında olmayacaq. Bunu zaten bayaq dedik. Niyə bəlkə daha yaxşı uyur. Sonra gəlirəm deyə alle Leistungen gab es zu einem geringen Gesamtpreis. Mən nə yazmışdım məsəl üçün? Ümumiyyətlə demişdim ki, burada bir qiymət haqqında var. Nəsə belə bir ümumiyyətlə hər bir şey bir Gesamtpreis, yəni deməli bunlar hamısı bir daha münasib qiymətə idi. Yəni daha aşağı qiymət daxil idi. Yəni okey. Davam edirəm sonra. Hələ də deyə davam edirəm. Hotellər, sonra belə bir şey. Yəni bu təbii ki, də variantda uymayacaq. Urlaub haqqında bir şey yox idi. Bu dəyişiklik falan bir şey haqqında demədi mətndə 11-də ümumiyyətlə. Sonra Freizeitdən nə əlaqə yəni. Geriyə bizə nə qaldı adətən? D variantı qaldı. D-yə təkrar baxıram. Yəni başa düşməyənlər üçün belə çıxdı şərif deyənə gəlib D-nin üstünə qalıram. Məna nə dedi burada? Dedi ki, burada təklif elədiyi burada bir xidmət, yəni burada bir xidmət təklif edən bütün bu xidmətlər bir ümumi aşağı qiymətə daxil idi. Yəni niyə aşağı qiymətə daxil idi? Burada baxsanız təkrardan 1841-ci ildə bu bir səyahət təşkil edir haqqında danışılır da burada. Burada isə məsəl üçün onun təşkil etdiyi məsəl üçün fikir versəz, tur izah olunur, səyahət, çay, nə bilim və s. və yaxud bir yerdə bu da deyir ki, pauşal reise. Yəni bu da bir pauşal reise adlanır. Pauşal bayaq dediyim kimi yəni bir tur qiyməti haqqında. Ona görə bu bura olmalıdır mütləq şəkildə. Okey, nəsə gəlirik bura. Die meisten, okey, davam edirəm. Ein Lux, den sich die meisten Menschen nicht leisten könnten. An 6 Tagen der Woche 10 Stunden am Tag zu arbeiten var normal deyək belə. Nə deməkdir bunun mənası? İndi isə baxaq. Mənada olaraq gəlib çıxır ki, yəni insanlar gündə 10 saat, həftədə 6 gün işləyirlər. Bu mənada açar sözüm nə deməkdir burada? Sırf ona gəlib fokuslanım. Deməli, açar sözüm budur. Yəni, insanlar işləyirdilər, okey, 1900-də okey, demək
qədim zamanlarda hələ də bəhs edir. Bu artıq imlaufe. İmlaufe nədir ümumiyyətlə? İmlaufe qəşəng sözdür. Məsəl üçün ən çox bunu ümumiyyətlə testlərdə görürük ki, imlaufe bunu həmişə dəyişə bilərsiniz. Derzeit. Bu ifadəni çox görə bilərsiniz. Ümumiyyətlə bunu çalışın işlərin. Yəni imlaufe derzeit, yəni vaxt keçdikcə, nə bilim, zamanla deyə bilərsiniz. Məsəl üçün imlaufe derzeit hat sich vieles verändert. Məsəl üçün zamanla çox şey dəyişdi tərzini deyə bilərsiniz. Məsələn, buranı da dəyişə bilərsiniz. Imlaufe der Prozesses, yəni məsəl üçün həmin misal gələ bilər, proses zamanı, yəni prosesin gedişatında və s. Yəni ümumiyyətlə bunda qeyd edeyim sizə faydalı olar. Yəni bunu belə ifadələri, yəni çalışın mətndən çıxardıb istifadə etməyə çalışın. Həmçinin bunun və yaxud da belə ifadələrdən daha çox danışıqda və s. nə bilim, ümumiyyətlə diskursiyada, sprechendə bunun üçün əlavə olaraq, yəni conversation klubuna da qatıla bilərsiniz. Ümumiyyətlə B2, C1 səviyyəsi üçün. Həmçinin yəni sırf conversation da, yəni bəzən insanlarda bir yaranmır fikir olaraq deyim. Yəni dərsdə, yəni özəllə tələbələrlə daha yaxşı işləmək olur. Yəni dərs kimi nəzərinizdə tutun. B2 səviyyəsi üzrə qrammatik izahı, yəni belə ümumiyyətlə belə bu qədər tipslər, yəni nomen və verbünlük, harda nəyi işlədiyim, danışıqda hansı ifadelər yaxşı olar, bəzi qrammatikaları, müəyyən qrammatikaları, B2 C1 qrammatikalarını əlavə olaraq izah edirəm. Plus dinləmə üzərində də məşq edirik. Yəni dinləmə tapşırıqları olur, ev tapşırıqları da olur. Yəni yeni sözlər öyrənmək olsun, nomen və verbünlüklərin hər dəfə istifadəsi və plus da ki, mətn tərcümələri, yəni rəqabəti daha yaxşı yaradır. Yəni və sair, yəni daha çox, yəni olaraq, yəni istəsəniz qoşula bilərsiniz. Yəni ümumiyyətlə dərslər və sair alman dili haqqında qoşulmaq istəsəz, altda Instagram adresim də var və yaxud da yorumlarda yaza bilərsiniz. Okay, davam edək. Bu ifadəni də buradan silim. Naya bu vaxt ərzində deməli burada işləyirlər. Bu this and that is imlaufe des. Bunu öyrəndikdən sonra, yəni bu söz həmişə qabağımıza çıxanda biləcəyik. Hast arbeite mehr Freizeit, bekamen die Löhne stiegen und die Reiskosten sanken. Okay. Deməli, burada nə başa düşürəm? Yəni burada biraz bu cümlələrdə deməli 10 saat işləyirlər, həftə 6 gün işləyirlər. Yəni hamıya aydın olacaq cümlələr üzərindən gedirəm. Yəni və burada bir fikir versəniz, yəni insanlar necə, yəni bir şəkildə işləyib də, yəni bu çox işləyib, yəni o zamanlar, yəni belə bir şeydir. Hansı ki deyir ki, die Arbeiter mehr Freizeit bekamen, yəni bu deməli yəni buradan anladığım odur ki, burada biraz yəni çox ağır şeydə, vəziyyətdə işləyib, ağır iş rejimidir. Yəni ümumiyyətlə həftədə 6 gün 10 saat deməli nəsə var, yəni burada beynimə tez oturdu, yəni açar sözüm budur ümumiyyətlə. Gəlirəm aşağıya düşürəm. Aşağıya düşməyim. Bu ekranı belə edeyim. Deməli baxıram yenə aya, barlar, klublar yenə getdi bu. Turistlər yenə getdi. 18. Yenə baxın görürsüz. 18-dir, burada 1900-dir. Yəni belə də açar sözlə cavab tapa bilərsiniz. Yəni ümumiyyətlə bu variant hara oya bilər indi? Yəni yenə deyirəm adətən çox zaman 19 burada yazılsa onun üstündə olur. Məsələn 18, 17 vapşı yuxarılar olur. Bu da böyük bir tipslərdən olaraq deyim sizə. Yəni götürüb bunu deməyin ki, bunu buralara saxlamayın. Yəni gördünüz yazmamızsa bilin ki, %90 yəni o variant ondan öncəkinə aid olmalıdır. Yəni öncə yuxarılara aid olmalıdır. Sonra davam edir. Mətn baxım, C deyil. D variantına baxıram. Yəni qiymət haqqında heç bir şey demirdi. Sonra hotellər bir haqqında bir şey demədi. Okay, F variantını deyir ki, F variantı nə deyir? Es gab nur 3 Tage Urlaub im Jahr. Məsəl üçün ildə cəmi 3 gün məzuniyyət var idi. Məzuniyyət barəsində deyim. Yəni bu variant ola bilərmi istirahət barəsində? Adamlar yəni bütün gün işləyirdi. Okay, keçirəm sonra. Budur cavab. Çünki yəni özünüzə diqqət eləsəz, bəzən deyirəm ki, yəni özünüzə tapa bilərsiniz. Yəni videonu durdurun istəyirsiniz bəzi zamanlar özünüz tapmağa çalışın. Yəni ildə zaten bizim 3 gün məzuniyyətimiz var isə və bu adamlar burada ağır şəraitdə işləyibsə, deməli bunun olmayacaqsa hansı olacaq başqa? Bu dəyişiklik haqqında bir şey demirdi mən ümumiyyətlə. Burada F variantı oldu. İndi ola bilər ki, H variantında bəzilər deyə bilər ki, aha, trotzdem hatta die Arbeiter nur wenig Freizeit. Yəni deyə bilərsiniz ki, okey, burada da var. Amma burada diqqətli olmaz ki, trotzdem nə demək? Trotzdem nə demək? Yəni buna baxmayaraq, yəni burada bir ziddiyyət yaradır. Əgər
Yəni burada fərqli biraz yapı olsaydı, ha okey, deyə bilərsiniz ki, burada nə qarşılaşdırma var, nə bir ziddiyyət var da. Yəni burada yəni əksinə hətta burada bu fikrin F variantında davamı var. Yəni ona uyğun olaraq yəni bu variantdır. Ona görə yəni qarışdırmayın F ilə H variantını. Yəni adətən Tottem uyğunsuz da. Yəni burada uyğun. Yəni Tottem nə zaman olur? Məsəl üçün deyək ki, amma kimi fikir olsaydı, o zaman Tottem okey işləyə bilərdi. Yəni məsəl üçün deyərdik ki, onlar az işləyirlər, amma Tottem gətirib qoya bilərdim. Ona görə F variantı ən düzgün variant olacaq. Davam edirəm. Okey, indi isə gələk 13-ə. Başlayaq. Die derzeit testen Reiseziele weltweit sind Frankreich. Okey, oxuyuram. MMA Reisende an, özellikle. Okey, 15-24'ler. Nach Deutschland. Böyük şəhərlər ve Berlin, Münih bir səbəb olaraq burada. Okey. Burada yine mən həqiqətən həmişə açar sözlərdən əlavə danışıq şeylər üçün bəzən ifadələr toplamaq çox yaxşıdır. Ein Grund dafür. Bunu məsəl üçün götürürəm, gələcək danışığımda istifadə edirəm. Yəni ümumiyyətlə gedirəm diskursiyada partnerimlə müqayisə edəndə bu sözü götürürəm. Ein Grund dafür, o da der mögliche Grund. Yəni bunu dəyişə bilirəm. Yəni bəzi ifadələrin dəyişirəm özüm üçün də. Yəni nəysə. Hətta bunu bəzən deyirəm, yəni bunu diqqətli olun. Yəni mətnlərdən ifadələr götürüb istifadə etməyə çalışın mütləq şəkildə. Onun üçün deyir ki, deyir Avropa agentlər işte gəzilər edirlər və s. və ilaxır. Almaniyaya gəlirlər 15-24 yaş arası. Ən çox sevilən şəhərlərdən məsəl Berlindir, Münihdir. Bunlar arası zaten cavab, yəni direkt ağlıma formalaşır. Cavab olaraq hansıdır? Baxıram H variantına. Freizeit belə bir şey demədi. Burada dəyişiklik haqqında demədi. Tətil haqqında bir şey demədi. Zaten bayaqdan getmişdi. Otellər, urlaub yerləri, belə bir şey yox idi. Belə bir mənaya gəlib çıxmır ümumiyyətlə. Yəni Gezamt haqqında da bir şey deyildi. Münih, Frankfurt. Yəni bunu götürüb bəzən yaza bilərsiniz bura. Yəni Münxen görüb də direkt atlamayın. Yəni Münxen görüb də bura yazmaq. Yəni qətiyyən belə eləməyin. Yəni bəzən buradakı cavab həmişə aldadır insanı. Ümumiyyətlə bu biraz rahat test ola bilər bəlkə də. Bəziləri çətin ola bilər. Amma yəni belə bir səhvlər eləməyin. Sonra turistlər, dennoch fahren immer mehr Touristen aufs Land. Bu da belə bir şey demir. Zaten biz ilk variantda nə qeyd eləmişdik? Ya gənclər olacaq, ya ştat tərzi bir şey ola biləcək. Çünki bara kimlər gedir? Gənclər gedir. Ona görə yəni, ən uyğun olaraq A variantını gətirib bura yazıram. Yəni görürsünüz bu sözə görə də çıxır. Yəni buradakı barlar sözünə görə görüb çıxır yəni mətndə cavablar. Okey, gəlirəm 14-ə. Ekranda bölüm. Die Touristen haben das Aussehen viele Orte verändert. 14-də oxuyuram. Burada nəsə bir Aussehen, ümumiyyətlə bilməliydi Aussehen, yəni deyək ki, bilmirəm, yəni Aussehen ola bilər, yəni bilməyə bilərəm. Nəsə, burada bir yerlər dəyişir. Okey, deyirəm bir yerlər dəyişir. Bu turistlər falan, nəsə bir dəyişmə var, beynimdə formalaşır. Davam edirəm. So entstand das typische Bild. Normalda bunu adətən biz necə oxuyuruq? Bəzi yerlərə diqqətli olaq. Bunu hələ də bu sözü ümumiyyətlə Y ortada gəlirsə, yəni başqa deyək də İ deyil də tip deyə oxunmur da Ü deyə oxunur, yəni Ü deyə oxunur. Yəni bunlar dərsdə deyirəm, ayrıca conversation deyirəm, yəni qoşulub orada baxa bilərsiniz, bəzi nüanslar özəlində danışıqda sizə yaxşı olacaq. Həmçinin belki dərslərində də deyirəm təbii ki də. Okay, dass man heute an vielen Orten sieht, also die touristisch geprägt sind. Okay. Bura qədər oxudum. Benim nəsə canlandırmaya çalışıram. Yəni burada işte biraz deyir ki, burada yer dəyişdi. Yəni bir işte bu yer sözdür. Yəni oradakı məsəl üçün nəsə bir dəyişib, yəni çoxlu şeylər dəyişdi. Bir dəyişiklik var. Turistlərin beynində ümumiyyətlə təxəyyülünü quram ki, turistlər çox gedirsə bəzi yerlərdə həm infrastruktur dəyişə bilər, bəzi şeylər dəyişə bilər də ümumiyyətlə. Və belə Einstein əmələ gəlir. Yəni belə bir tipik bir rəsm əmələ gəlir də. Yəni bunu hansı ki işte turistlər gedir və belə bir rəsmlər əmələ gəlməlidir, yəni. Okey. Yəni gəlirəm indi bura baxıram. Görüm burada nə ola bilər. Yəni adətən bunu bura qədər də oxuya bilərsiniz. 14-ü bura qədər də oxuya bilərsiniz. Nə bilim bura qədər də oxuya bilərsiniz. Yəni çünki ondan sonra 15 başlayır da zaten.
və mən buradan çıxartmağa çalışacağam. Yəni bura qədər yetir adətən. Gəlib baxıram, A-ya baxıram. Barlar, klublar getdi bu zaten. B-yə baxıram, B variantına. Turistlər belə bir şey ifadə yox idi. Yəni deyə sadəcə mən burada deyir ki, bir şeylər haqqında dəyişir, bir yerlər dəyişir, yəni görüntüsü. C-yə baxıram. Yəni C zaten deyil. D-yə baxıram. Qiymət haqqında belə bir şey yox idi. Hotel, sonra bu E variantında. E variantına da baxdım. E variantında artıq yəni özünüzdə görə bilərsiniz ki, deyir hoteldə nə bilim urlab yerləri deyək də, yəni yaşayış yerləri deyək də. B kimi məsəl üçün bu gün bir çox yerdə görüntüdə otellərlə istirahət evləri hakimdir. Yəni əsasən bu gördüyümüz yerlərdə yəni şəkillənir də, bunlarla şəkillənir. Yəni bu şəkil ümumiyyətlə bizim harasa gedirik və orada düşünün, yəni biraz özünüzdən real həyatdan canlandırmağa çalışın. Harasa gedirik və orada hadisa nələr olacaq? Yəni bu yerlər dəyişirsə orada və burada bir özəllik tipi burada bir tipik rəsm əmələ gəlir də, yəni tipik şey birdir, yəni əmələ gəlir. Deməli, yəni insan gözündə canlanır ki, burada nə ola bilər? Otellər tikilə bilər, nə bilim, belə yerlər ola bilərsə, deməli E variantı daha çox uya bilər bu varianta. Nə bilim, belə bir bu F-də bir şey haqqında demədi. C variantı haqqında bir şey demədi. H variantı haqqında bir şey demədi. Davam edelim sağ tərəfə. Harda qalmışdıq? Burada qalmışdıq. Blaues. Okey, bunu da silim. Und binalar, auch die Städte verändern sich. Aha, açar sözündən birini tapdım. Sonra deyir ki, bu şəhərlər dəyişir təbii ki də. Kafelər, restoranlar və s. qiymət də artır. Beynimə gəlməlidir ki, ümumiyyətlə. Yəni, turistik yerlərə gedirəm. Məsəl üçün, X bir yerə gedirəm və qiymət qalxmalıdır. Yəni, tipik bir şeydir bu. Yəni, belə bir şey olanda qalxır, yəni, buradakı qiymətlər. Vor allem anvone ergensich darüber. Deyək ki, bilmirəm də bəzi şeylər nədir. Ümumiyyətlə, bəs eləməyə çalışıram. Amma həmçinin turistlər suchen immer häufiger nach Orten, die weniger besucht werden. Burada deyir ki, 15-də deyir, şəhərlərdə nə bilim bu kafelər, restoranlar artıq yavaş-yavaş bahalaşır da. Yəni bu da vor allem hər şeydən öncə anvone, yəni vone bu nə deməkdir? Yaşayış yerdə. Anvone'də beynimə oturur ki, nə bilim, bu yəqin ya yaşayan bir insan ola bilər, nə bilim, oradakı insanlar ola bilər, nə bilim, nəsə də, yəni belə bir şəkildə beynimə otura bilər, yəni yerli sakin ola bilər, nə belə bir şeylər beynimə oturmalıdır. Yəni buna da əgər nə deməkdir? Bir şeyə işte narazıyamsa mən bunu deyə bilərəm də, yəni bu haqda da narazıdır, amma həmçinin razı deyil, yəni bunun razı deyil. Okey, baxıram bu tərəfə. Yəni, adətən buranda oxuya bilərsiniz, amma həmçinin turistlər məsəl üçün axtarır, özləri üçün yəni axtarır. Əsas mənim ideyam nədir? 15 üçün, yəni diqqətli olun. Ümumiyyətlə, 15-də haraya baxacağım? Ümumiyyətlə, buradakı variantlara bir əvvəlkinə, bir sonrakına. İdeya həmişə belə çıxır. Məsələn, 14-də hara baxacağım? Bir bura baxmalıyam. Adətən bir də bura baxmalıyam. Yəni, ondan aşağılara ehtiyac yoxdur çox elə. Ümumiyyətlə, hər bir variant elədir. Ona gəlib baxıram, onun əsas harada çıxacaq? Bir burada çıxacaq. Bir də burada gəlib çıxacaq. Yəni, diqqətli etsəz, indiyə qədər hamısı elə gəlib çıxırdı. Sonra ekranı biraz da belə edeyim, digərlərinə də baxaq. Misal üçün, 13-də harada çıxır, yəni ən çox? Bir burada, bu cümlədə, əslində burada çıxmışdı. Yəni, ortada da çıxır da. Orta, yəni diqqətli olun. Yəni, əsas özündən əvvəl, özündən sonra da. Axıra görə cavabı uyğunlaşdırmayın, yəni çox zaman. Ona görə çaşır adam sonra. Gəlib baxıram aya, barlar, klublar, belə bir şey getdi. Yəni, çox zaman gətirib beynində yaza bilərsiniz, deyə bilərsiniz ki, ayda turistlər gedir də, yəni, ola bilər də, indi yazırsınız, normal bir şeydir, yəni, səhvən yazılır bilər, çünki daha detallı baxmadığımız üçün. 18-ci əsr yoxdur, bu da yoxdur, otellər yoxdur, bu da haqqında bir şey demədi. Dedi ki, zaten, burada deyir, zaten əsas bizim, yəni, bu sözdən azından görün də, burada bir dəyişiklik var, yəni, burada bir dəyişiklik var, heç kim tərəfindən də bu sevilmir o qədər, yəni, demək olar, hər kəsin xoşuna gəlmir bu dəyişikliklər, yəni. Ona görə buradakı C variantı buna uyğun olmalıdır. Yəni, ümumiyyətlə, təkrar izah edeyim. Baxın, beynində canlandırıram, yəni, turist olaraq öz ölkəmdən baxıram, misal üçün. Deməli, turistlər çox gəlirsə, nə bilim, burada bir
nəsə problemlər gətirir də. Yəni bu şeylər turistlərə artıq xarakterinizə olacaq, yəni belə deyim. Orada otellər ola bilər. Bu variant çox uyğun gəlir. Ondan sonra deyir ki, bu işte dəyişir və s. qiymətlər. Qiymət artımı varsa, yerli insan narazı olmalıdır da, düzdürmü? Bunu da xoşlamayacaq. Bir dənə bu gəlməlidir, C variantından gəlməlidir, yəni buna uyğun olaraq. Ümumiyyətlə bu qədər. Ümid edirəm mətn sizə anlaşılır olmuşdur. Yəni təbii ki də keçən səfər mətn izah edəndən sonra yorumlarda da yəni görürəm şəxsiyə yazanlar da olur. Ümumiyyətlə Lezin nəticələrinin daha yaxşı olduğuna görə yəni çalışın belə işləyin, yəni ümid edirəm. Çünki belə işləmək həqiqətən daha yaxşıdır. Yəni belə açar sözləri çıxardaraq nədir, nə niyə, yəni testi çalışın, doldurun yanına hər bir şeydə, yəni boş, yəni nə bilim, bəziləriniz işləyir testi, yəni belə boş vərəq, yəni heç bir şey yoxdur. Hətta məsəl üçün də deyək 18-ci testi gələn səfər bunu göstərəcəm, belə bir testi. Məsələn bunu işləyiriksə, burada gəlib yazmayım. Məsəl üçün 18 buraydı, 19-u mən buranı götürdüm, bu tərəfi götürdüm, 21-i buna görə götürdüm. Belə yanına yazanda, hansı ki imtahandan sonra mən deyək ki, imtahan vaxtında 21-i yazamamışam da, atıram, sallayıram. Ona görə təkrar baxa bilərəm ki, 21-i mən yazmamışam. Yəqin ki, bu sözə görə təkrar gəlib baxıram da bura, yəni vaxtım qalanda. Okey, belə. Bilirəm video sizə yararlı olacaq. Əgər bəyəndinizsə yorumlarda, yəni sualınız olursa yorumlarda yaza bilərsiniz. Like edib kanala abunə olmağı unutmayın. Və əvvəlki videolara baxmaq istəsə sonda link çıxacaq, yəni ona tıklaya bilərsiniz. Sağ olun, uğurlar olsun.